Sağ-sol yazaq, hamı da ekranı rahat görsün. Sağ-sol. 4-cü 96-cı bir variant. Все. Bunu yazın, zəhmət olmasa. Nəysə kvadrat metri falan hesablanır. Yəni bir dənə belə su kimi sual olacaq. Bir dənə gəlin ikincini izah edeyim. Mənim ikinci dərs şeydə kesilir. 9-cu sinifdə kesilir. Rasional üstü qüvvətdir. Bax, A üstü, mən birisini eynirəm. Elə bir qapını açasa gedirəm. 3 üstü 2-dir, 6-cı dərəcə ilə. A üstü 6-da 1. Bunun da qapısının qabağında 2 var. A üstü 2-də 1. Vurulsun A üstü 6-da 1. Deməli, əsasları bərabər olanları vuranda üstlər toplanır. 6-da 1, üstə gəl 6-da 1, üstə gəl 2-də 1. Razıyıq mənimlə? O da deyir A üstü 3'ə vururam 6, 3. A üstü 6'da 5. Yəni kök altında 6-cı dərəcədən A'nın üstü 5. Var mı belə bir cavab mənimlər? Deyə bilərəm, mən nətər yazdım, elə yazmadım. A üstü 6'da 5. Yox, almışam, elə düz almışam. Kökün altına saldım A-nı 3-cü dərəcədən. Sonra dərəcələri bir-birinə vuranda 6-cı dərəcədən A-nın üstü 4 elədi. Mən nə edirəm? Mən pis yolla getməmişəm, ya müəllimə, baxın bura. A üstü 4 eləmirəm. Niyə variantı? Müəllimlər, baxın bura. Bax, A üstü 6'da 1 edir. Qulaq asın. Öyrənmək istəyirsə qulaq asın. Bax, bu ikinci dərəcədə elə. Qapısını aç, 4. Bu bir qapıda da 2 var. Şimdi 4'ə vursan 8'də 1. Bunu çıxartmağa nə var ki? Bu dərəcə görülür, orada 3-cü dərəcə. Yox, mən özümdən deyirəm, ay müəllimə, qulaq asın. Başa düşdünüz, mən nə eləmək istəyirəm? Sonra keçirəm 3-cü suala. Ortaq məxrəcə gətirəcəm. M plus 2 M minus 2. Burada olacaq M minus 2'nin kvadratı çıxılsın M plus 2'nin kvadratı. Məmlər, bunu da bilsiz nətər açaram. A'nın qarşısına yazaram. A kvadratı B kvadratı kimi də. Çıxacaq mı? M minus 2 bir dəfə üstə gələk M plus 2. Bir dəfədən. M minus 2 çıxılsın. M çıxılsın 2. Düzdür məmlər? M'lar getdi mənfi 4. Deməli, yuxarıda qalır. Burada da M kvadratı minus 4'dür. Deməli, mənimlər, yuxarıda qalır 2M vuraq mənfi 4. Aşağıda M kvadratı minus 4. Yazaq sürətə M kvadratı minus 4. Aşağıya da 8M. Gözəl insanlar, baxın buna. Bunlar getdi elə. Bu ilə də bu getdi. Cavablar oldu nə? Mənfi 1. Yəqin yazmışdınsa bunları qəşəng səhəli gəlir. Bəli, mənim yazdım. Nə yazmışım? İndi 4-cü sualı deyirəm elə. 4'ü. Kənar səsləri bağlayın. Deyir A ədədi 75'in 24%. 75 vur 24 böl 100. 25'e bölürəm 3. Burada 4. Cavab olur 18. A'mız 18. B 24'ün 75%. 24'ün 75% ilə 4'də 3 hissəsi deməkdir də. Bu da eləyir 18. Deməli, bir-birinə bərabərdir A variantı. Mənlər 5'i deyirdim, yoxsa yox? 5 görünürdü. Yox, mənim görsənmirdi. Hə, görsənmirdi. Yaxşı, onda 8'i deyirəm. Deyir ki, bərabərsizliyi ödəyən ən kiçik tam ədədi tapın. Yüdə yürüyək döymənlər. Asaq tökək. Bax, imtihanda 1 bal da sizin işinizi həll edir. Səbirlə, təmkinlə işləmək lazımdır. Bu da 13. Mənfi 2 qız kiçikdir. Mənfi 2-dən bunu sağa keçirdirəm də mənlər. Elə bir ki 13'dən 15 çıxıram. Mənfiyə də bölüm. Biz sizə demişdik axı, dəyişənin qabağında minus olanda, bölümü olanda şayət dəyişir. X böyütü 1-dən. Yəni 1-dən sonsuzluğa. Bu şərti də ödəyən ən balaca ədəd hansıdır? 2. Deyayət.
Görək neçə bal yığasınız da bu suallardan. Hər gün özünüzü yoxlayın, bax beləncə elədikcə. Kimin yuxusu gəlmir, gəlin gecələr onsuz da mən sizə tapşırıq verəcəm. Burada testdən zaten yazın. Üzümüzü yuyub gəlirik. Hə, valla başqa yol yox. Mənim özüm magistraturaya Yatmaq vaxtıdır. Yatmaq vaxtı deyil, Yatmaq valla. vaxtı. Mənim özüm magistraturaya müəllimlər. Yuxum gəlirdi, özü gün ortalarda nə qədər hazırlıqlar falan da, abituriyent hamısı dolmuşdu. Gecələr bir sinirdim, şey eləyirdim, üzümə ləyəndə su qoymuşdum, sərin su. Salırdım başımı suya, ayılırdım, sonra gedirdim bir dəfə də işləmə. Amma sizə deyim ki, hər şeydə bir xeyir var ha. Mən hər gecə dururdum, magistraturaya hazırlaşırdım da gecələr. Bir də gecə durdum ki, yanır ev. Qonşumuzun ev ki, üzbəzi idi, 2 minut qaçıq şey olub, yanırdı. Sən demə, durmasaydı, hamımız alışıb yanacaqdıq ha. Yəni, həqiqətən hər şeydə bir xeyir var, valla. Həmin gecə məsələn mən magistraturaya hazırlaşmasaydım, ölüb gedəcəkdik. Özü oralar da sovetski taxta konstruksiyalar da hər yer taxta. Yanıb öləcəkdik də işlə. Hə, müəllimlər, indi baxın buna. Bunlar getdi, gördünüz? Bu da getdi. Düzdürmü? 256 bölü 64. Yəni başınıza nə iş gəlirsə, bilin ki, Allah onu elə məsləhət verib. Nəsə bir şey var orada, yaxşı olacaq. Valla. 256-nı 64-ə bölürsünüz, eləyir 4. 2-də 2 imiş. Bəlkə də nə bilirsiniz, o sizə məktəbdə paxıllıq eləyənlərə bəlkə də gedib bu imtahan nəticənizdən onlara acıq verəcəksiniz. Bilmək olmaz. İbtidailər elə elədilər. Deməli, 2 bərabərdir 2. Müəllimlər, bizdən B7-ni soruşur elə. B7-ni mən yaza bilərəmmi? Şey kimi, nədir onun adı? B5 vurulsun 2-nün kvadratı. Elə müəllimlər? Yəni 64 vuraq 2-nün kvadratı 4 idi də. O da eləyir 256. Qoy görüm nədə səhv elədim mən. Qoy görüm haradasa səhv elədim. Bir dəqiqə bir çıxlı qüsur elədim mən. Gözlüyün qüsurumu düzəldim. Gözlüyün düzəldəcəm. Hə, bizim kümüz şeydir, ay müəllimlər, mənim səhvimdir. Kümüz 2 yox, 2-də 1-dir. Baxın, 2-5 bölünsün bu. Bizə dəqiqə. Hə, mən səhvim ki, 2-5-i yuxarıda yazmışam. Ay sağ ol, dayanım bizə dəqiqə, bir çıxlı səhvim var, qoy bir dənə düzəldim. Yerlərini tərs yazdım orada. Yerləri dəyişik oldu. Elə bir ki, B5-i yuxarıda yazmalıydım. B1 vurulsun, mən tərsinə yazmışdım da. B1 vurulsun 2-4. B1 vuraq 2-4. Bunu düz yazmışdım, şeyi səhv yazmışdım. 64 bölü 256 olmalıydı. Aydındır müəllimlər, mənim səhvim nədəydi? Yes. Buradan da kümüz olurdu nə müəllimlər? 4-də 1. 4-də 1. Bəli. 4-də 1-dir. B1 vuraq 2-4. B1 vuraq 2-nün kvadratı. O da eləyir 2 kvadratı bərabərdir 4-də 1. Kümüz 2-də 1. Hə, hər şey həll oldu. 2-də 1-dir. Neysə, B7-ni gəlin yazaq. B7-ni yazaram B5, yəni 64 vurulsun 2-də 1-in kvadratı. Yəni 2-nün kvadratı. O da eləyir 4-də 1. O da eləyəndə 16. Almışdınız mənlər? 16. Ay sağ olun. Sonra, mənlər bu da şeydir, 2 qat argument üstürdür, bayaq keçdik. Prosta qabağa bir dənə mənfi tollayacaqsınız. Bu əslində kosinus 2 alfanın açılışıdır. Kosinus 2 alfa, kosinus... Hə, burada bu da əslində kosinus kvadrat alfa minus sinus kvadrat alfa deməkdir. Amma qabağa bir dənə mənfi tollayıram. Yaxşı? Burada oldu nə? Kosinus 45 dərəcə. Mənfi kosinus 45. O da eləyir mənfi kök altda 2 bölü 2. Yes, mənlər. Bax, burada var deyib, yağ eləmişdik. Hə, bu yağ elədik bundan. 11 vermişdim, yoxsa yox? 11. Mənim. 11 mənim. Hə, yaxşı baxaq. Mən də sinusun kvadratında mənfi müsbət heç düşünməyin. Çünki kvadratı nəyisə kvadratı mənfi olası deyil. Pi böl 4, 45. 45-i 5-ə vuranda nə qədər eləyir ay mənlər? 225 dərəcə. Sinus kvadratı, bax 225-i bilsiz nətər yazaram? 225-i. 180 üstə gəl 45 kimi. Bax, beləncə bunu yazacağım. Prosta bunu bir dənə A-nın qarnına yazaq müəllimlər. Qoyun sizin üçün rahat olsun. Sinus kvadratı 180 plus alfa deyilmi müəllimlər? Ad dəyişməyəcək. Yerdə nə qalacaq? Sinus
Sinus müəllimlər, deyim də sizə. Sinus, 45 minus alfa. Razısınız mənlə? Sinus kvadratı 45 minus alfa. Bu belə. Çox güman ki, dərəcəni azaldacağım. Burada da 2-də 1 sinus 2 alfa. Neysə, ancaq dərəcə azaltmaq. Neysə, yazıram, gözləyin. Sinus kvadratı 45 minus alfa. Yadıma salın. Çünki başqa çarə yox idi burada. Sinus kvadratı 45 minus alfanın. Sinus kvadratı alfanın dərəcə azaltması 1 minus cos 2 alfa bölə 2. Deməli, bərabər. Bizim alfamız buydu, ha? Yadınızda saxlayın. A'nın qarına yazmışdıq, ha, bunu. 1 minus kosinus 2 alfa deyəndə nə verir bizə? 90 minus 2 alfa böl 2. Elə vətəndaşlar? Böl 2. Ay sağ ol. İndi gözləyin. Ortaq məxrəcə gətirib bunları işləyəcəm. Səbirli olun. 2-də 1 minus. Mənlər, kosinus 90-da ad dəyişir də, düz tək dərəcə olduğuna görə. 2 alfanı təsəvvür edin 5 dərəcədir. 2 vur 5, 10. 90-dan 10 çıxsan 80. İkinci rübdədir kosinus. Kosinus ikinci rübdə mənfidir. Burada da 1 minus var. Qabağa tulluyuram. Adını dəyişir olur sinus alfa. Elə mənlər? Üstə gələk. Bu da əslində belədir də. 2-də sinus 2 alfa demək deyilmi? 2-də sinus 2 alfa. Görün, səhvim olmadı ki mənim. Məncə olmadı. Mənim kosinus minus 2 alfa birinci rübdədir. Ad olur, hə, birinci rübdədir. Ay, işarə minus, ay yaşa. Amma ad dəyişir. Ad dəyişir. Ad dəyişir, özü sinus 2 alfadır. Aysa, yox, bir dəqiqə. 1 minus, hə, burada ad dəyişir. İkinci rüb niyə dedim ki mən? 1 minus sinus 2 alfa. Düzdür mənlər? Bu ilə də bu gedir. Ortaq məxrəcə gətirdim axı. 2-də 1. Var idi mi 2-də 1 cavabı? Qəşəng sual idi. Çətin deyil elə də. Bəs 2-də 1. Hanı 2-də 1? Y variantı. Sonra nəyə baxıram? 12 vermişəm. Bəli. Mən bir osa keçəcəm. Mən sinus alfa plus sinus beta nə verir? Deməli verəcək 2 sinus, bir saniyə, 2 sinus alfa plus beta. 9 üstə 5, 14. Yarı bölürsən 7 qız. Hə, 2 qat arqumentə gəldik. Vurulsun kosinus. 9-dan 5 çıxırsan neçə eləyir? 4. 4-də yarı bölürsən 2 qız. Bərabərdir 5 kosinus 2 qız. Mən ortaq vuruq çıxardaq da o yüzden bu yüzden tollayaq, hə? Nə tər fikirdir? Gedək aparaq. Kosinuslar getmir. Yox, belə ixtisar aparsaq bir şey alamayacaq, müəllimə. Kosinuslar getsə sinus 7x bərabərdir 5-də 2, hə, oradan nə alacaqsınız? İdeyanız var mı burada? Mənə gəlir ki, sola aparaq, kosinus 2x'i çıxardaq, elə işləyək. Yanınıza gəlir, topluda belə bir şey vardı. İxtisarda kök itirəcəksiniz, bəli müəllimə. Kök itirirsiniz, sakın onu eləməyin, trigonometriyada, nə bilim, bərabərsizlikdə eləməyin. Aldanır adam onda. Hə, belə bu üzə tullayaq. Var idi topluda bu tiplər yadınıza gəlir. Həmişə deyirdim ki, eləməyək şeylər. Müəllimə, gəlin kosinus 2x'i çıxardaq. Yerdə nə qalacaq? 2 sinus 7x minus 5 bərabərdir 0. İndi bunların hər birini bizə sıfıra bərabər eləsəz. Məsəl üçün, baxın, 2 sinus 7x bərabərdir 5 qoysaz, sinus 7x bərabərdir 2,5. Heç sinus 2,5 ala bilər, müəllimlər? Kənar kökdür, gördünüz? Bax, bu kənar kökdür, bu lazım deyil. Gəlin, indi kosinus 2x bərabər eləyək 0-a. Müəllimlər, özəl durumdur, yadınıza gəlirmi? Kosinus 0-ı harda alır? Pi böl 2-də. 90'da. Ay, sağ ol. Bir də müəllimlər, neçə dövrdən bir alır? Bir də hədə 180-dən bir alır da. Deməli, dövrü pikadır elə. Elə müəllimlər, pika. İndi hər tərəfi də 2-yə bölsəz, x bərabərdir pi böl 4, üstə gəlsin pika böl 2. Var mı belə bir cavab? Var mı? Ben bak bunlar yaxşı edir, amma bu da dövür zətdə. Amma əvvəlin yaxşı bunlar. Ay, sağ ol, budur bax, hə, bunları eləmişik. Məlumat görür. Çevirmələri zaten. Sonra hansını istəyirsiniz deyin? Bitti müəllimə. Bitdi, hə. İndi qalanlarını işləyirik. Cəmalətin mənim xahiş edirəm, bir dənə vaxtda nəzarət edin.
demə. Amma qəşəng tənəli idi ha 12. Arzu müəllimə. Bəli. Nömrə 2 var. Onda mən 2-də 3 almışam. Bir də baxardıq ona zəhmət olmasa. Bilməm, 2-də 3 nə alırsan ay boşuna dönür. Çürüyü özdə. Ay müəllimə, ay üstü 6-da 1, ay üstü 2-də 1, ay üstü 6-da 1. Bunun nəyi dərd azar eləmişsiniz bayaqdan? Ortaq məxrəcə gətirək. 3-ə vururam 6, bu da 3. Nəyi səhv eləmişik? Deyin görüm. 5 dəfə dedim bunu. Ay üstü 6-da 5-dir də cavab. Mən tapmışam. Müəllimə, bax, mən sizə bayaqları burada dedim ki, bax, bunu aça-aça gedirsən qapını. 3-cü dərəcə, bu da 2-ci dərəcədə. Ay üstü 6-da 1 kimi çıxır. Bu biri də ay üstü 2-də 1 kimi. Siz yenə də öz fikrinizin üstündə durursunuz. Biz valla səhv eləməmişik. Demirəm, siz səhv eləməmişsiniz. Mən səhv eləmişəm, ola bilsin. Mən bayaq Bilmədim, bilmirəm kim idi. Problem yox deyil mənə sual verin, amma yəni biz səhv eləməmişik. Yox, sizə demədim, mən özümə dedim. Allah Allah. Toya dava düşəcək. 5-6. 13, 14, 15. Mənlər 6 dənə eləmi? Ay cəmaətli mənim biraz vaxt aparan suallar var. Əslində yoxdur vaxt aparan, heç bir çıxılı bir şeydir. Gəlin verək 6 dəqiqə. Gecədir, çirindir. 6, 5. Eləməmlər. Məndən iş düsturu var. A-da 1, üstəgəl B-də 1, bərabərdir T-də 1-ə. 11T bərabərdir 30-a. T-də bərabərdir 30 bölək 11. Çox rahat. 2 tam 11-də 8. Nəsə də o 30-da da tapdıqda cücə variantı. Sonra 6-cı sual. Belə sual gəlməmişdi mənlər sizə. Elə bir şeydə gəlmişdi. Elə buydu da. Bu tip bir şey sual idi. Nəysə, gəlin baxaq mənlər. Ürəyiniz istəyir əvəz eləyək, ürəyiniz istəyir nə istəyirsiniz eləyək. Deməli, burada tərəf-tərəfə toplasaq bir işə yaramaz. 4x minus 2 qalacaq. Hələ uzun-uzadı bir şeydir. Nəysə, gəlin belə eləyək. Hər tərəfi vuraq 3-ə. Vuraq 3-ə. Vuraq 3-ə. Tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxsaq 10y. Bunlar gedəcək. Bərabərdir 20-yə. Y-də 2-dir. Gətirin, harada istəyirsiniz, y-in yerinə 2 qoyun. Yəni, çətin sual deyil. 2 qoy, x-da 1-dir. 2 ilə də 1-i toplayırsan 3. Sonra 7-ci suala baxaq. Çəmənlikdə oğlanlar atları otarırdı. Onların biri də 24 başı var. Adamın da bir başı var, atın da bir başı var. A üstə gəl B, adama A deyirəm. Bərabərdir 24. Adamın 2 ayağı var. Atın 4 ayağı var. Mən də belə yazmışdım. Alanmamısınız. Allah məni öldür. İndi bizdən soruşur oğlanlar. Mən təhliyi belə qurmuşam. Onda qonşun çağıraq həll eləsin, day müəllimə day. Hə, bizdən oğlan soruşur. Gəlin sizə bir dənə taktik öyrədim. Oğlan soruşursa gəlin atı məhv eləyək. 4-ə vuraq. Nəyi soruşur onu qoru. 4-ə vuraq 96. Vaxt etkisi olmur da müəllimlər. Tərəf-tərəfə çıxsaq 2A bərabər 96-dan 7 çıxanda nə qədər eləyir müəllimlər? 89 eləyir deyəsən elə. 89. Qoy görüm nə isə səhv elədim. Hə 74 ayağı var da. Mən niyə 7 ayaq yazmışam? Nəysə 96-dan 74 çıxanda eləyir 22. Şurada mənim 11 dənə adam var. 11 nəfər daha doğrusu dənə nədir? 11 nəfər insan var. Mən elə bir başqa cür tapdım. Yerinə qoymağım da. Yəqin buradan çay içməyə Kürdəmirə getmiş. Mən nə itirdim ay Allah, niyə itirdim? Mənim sistem təhlükədir, ibtidailərin yolu. Sonra deyir ki, aşağıdakı şərtlərdən hansı ödəndikdə bərabərsizlik x-in bütün qiymətinə doğrudur. Mənim A böyükdür 0, diskriminant kiçikdir 0. Bir də yazılmışam mənim bu tərəfdə. Cücə. Sonra 14-ə baxın. O kimdir orada səslər gəlir? Ay məmur, hər cür səslər çıxardır sizi. Bağlayın da bu səs. Məmur, törəməsini tapaq, hasilin törəməsi. Birincinin törəməsi, x-in törəməsi 1-dir. Vuraq ikinci.
Üstə gələk. Birinci vuraq, ikincinin törəməsi. Sinus 2x-in də törəməsi, kosinus 2x-dir. Amma balasını unutmayın. 2x-in də törəməsi 2-dir. İndi aparaq pi böl 4 qoyaq. Sinus 2 vuraq, pi böl 4. Üstə gələk, pi böl 4. Vuraq 2. Vuraq kosinus 2 vuraq, pi böl 4. Deyəsən, bundan keçən dəfə topluda işləmişdik. Neysə, vətəndaşlar. Sinus pi böl 2 bizə verəcək 1. Üstə gələk. Kosinus pi böl 2 isə bizə verir nədir onun adı? 0. 0 da nəyə vurursan vur, 0 verəcək. Cavab 1 oldu cücə. Almışdınız? Müəllimlər, almışdınızmı? Bir də deyin də. 50 qəpik. Paftora 50 qəpik alacağım bundan sonra. Müəllimə, törəməsini tapdım, yerinə qoydum da. Axşam bazardır. Hasilin törəməsi kimi baxdım, mən apardım, yerinə qoydum. Başqa iş nə? Silindrin həcmi. Mənimlə silindrin həcmi oturacağının sahəsi vuraq h-dır. Silindrin həcmi 16 pi kub santim. Radiusu hansı qiymətində onun tam səthinin sahəsi ən kiçik olar? Mənimlər, bu sual inanmıram gəlsin. Amma ki, bu bilirsiniz nədir? Törəmənin tətbiqi ilə məsələ həlli var idi. Yadınıza gəlir. Bax, o qaydadır bu. Deməli, birinci silindrin həcm düsturunu yazaq. Silindrin həcm düsturu olacaq pi r kvadratı vuraq h. Eləmi? Bərabərdir 16 pi. Pi'lər getdi. Mənim radiusun hansı qiymətində? Radius. Deməli, radius mənim məhçulumdur. Hansı qiymət? Onun tam səthin sahəsi ən kiçik olar. Silindrin tam səthin sahəsi düsturu hansı idi? 2 pi r kvadratı üstə gələk 2 pi r h. Yadınıza gəlmir müəllimlər? İndi mən bilsiz nə edəcəm? Mənim məhçulum radiusu. H-ı radiusdan ifadə edəcəm yuxarıda. H bərabərdir 16 bölək radiusun kvadratı. Gətirib yerinə qoyacam. Törəməsini tapıb 0-a bərabər edib işimi görəcəm. Yadınıza gəlir, mən bunu törəmənin tətbiqi ilə məsələ həllində keçmişdim. Baxın. 2 vuraq pi r kvadratı üstə gələk 2 pi r vuraq h-ın yerinə yazacağım 16 bölək radiusun kvadratı. Bunlar da getdi. Getdi mi müəllimlər? Elə. İndi törəməsini tapıb 0-a bərabər edirəm. Törəmə bərabərdir 0. Törəmə r bizim məhsulumuzdur. R kvadratının törəməsi 2 r'dir. 2 r'i də 2 pi'yə vuranda 4 pi. Üstə gələk 32 bölünsün. Bizdə nə var idi müəllimlər? Radius idi, eləmi? Radius. Bizə dəqiqə 4 pi r. Burada r da olmalıdır. Bu da r. İndi gözləyin. Burada da 2 pi oldu. P hərfi də qoy qalsın. Müəllimlər, məxrəcdə r hərfi var. Radiusun da törəməsi ilə radiusuydu. Düzmü elədim? Bərabərdir 0-a. Hər tərəfi pi'yə bölsəm, qoy, görün mən harada səhv elədim müəllimlər. Bir dənə mənim qüsuruma baxın. Plus minus olmalıdır da müəllimə. R üstü mənfi 1-in törəməsində mənfi 1 qabaqda gəlir. Ay yaşa, hə. Ay yaşa, bura mənfi gəldi. Ay yaşa müəllimə. Bəli, 1 bölə y'in kvadratı onu verirdi da. 1 bölə y'in. Aha, R üstü mənfi 1 kimi baxsaydım. Ay yaşa, deyirəm də haradasa səhv. Hər tərəfi də pi'yə böldüm. Deməli, müəllimlər, 4-dir, bərabərdir 32-yə, radius 8. Cavabda 8 var idi mi? Var idi 8. Cavabı baxmamışdım. 8 olmalı. Ben bunu yazalım. Hə, 8-dir, dadaş. D variantı. Amma özünüzü eləməyin, ruhdan düşməyin. Bu gələsi deyil müəllimlər. Aldığım kimi əminəm ha. Gəlməz. Biz vaxt ataram da, amma çətin deyil elə də, çətin sual deyil. Çətin tip kimi gələr amma mən. Çətin tip kimi gələ bilər, amma kəsilən müəllimlərə biraz müşkül məsələ. Müəllimlər, yazağım mı? Yuxunuz gəlmir ki? Açıb yuxumda. Yaxşı. Gəlin işləyək. 16. Bəlkə mən dərs biraz 7-yə salardıq, gəlik. Müəllimlər, vaxt. Türkiyə yatacaq. İnanırsınız ki, bütün Mən altının yarısı qalxarsıq, eləmi? Altının yarısı. Yox, siz qalxmırsınız, o həndəsə qoymayın. Biraz 7-yə salağında nə olur?
7-yə salaq. Gəlin 7-yə salaq həndəsə qrupunun dərsini. Söhbət fərdi həndəsədən gedir, hamının dərsindən yox. 7-yə salaq, 9-un yarısı kimin dərsi var qoşular. Yatın da bazar gündür, biraz da çox yatın. Test işləyəcəm bundan sonra da yenə yatmayacağım. Ona dedim ki, yatacam verim ki, Yaxşı, onu mən həndəsə qrupuna yazıram 7. Yaxşı, yazın görüm. yazın. Hə. Neçə nömrədən yazırıq? Görürüz. Soldakıları. Nə qədər vaxt verdiniz buna müəllimə? Qoy görüm nə qədər vaxt verirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir də. 10 dəqiqə vaxt. Müəllimlər, baxın. Birinci başlayıram buradan. Hani mənim karandaşım? Hə, burada. Deyir ki, 36 üstü 2-də 1. Nədir? 36 üstü 2-də 1 6-nın kvadratıdır. 6-nın kvadratı ilə də 2-də 1 gedir, qalır 6. 8-də 1 2 üstü mənfi 3-dür. 2 üstü mənfi 3-ü də 3-də 2-yə vuranda nə edir müəllimlər? 2-nin kvadratı elə? Yəni 4. 4. Üstə gələk. Müəllimlər, loqaritma, bax, mən sizə keçən dəfə demişdim, 1 bölünsün loqaritma A əsasdan B-ni. Əslində, loqaritma yerini dəyişsə 3 əsasdan 2 kimi yazmaq olar. Bunlar da getdi elə. Burada da elədim 2. Müəllimlər, cavab elədi 12 üstü 2-də 1. Hə, doğrusu vur 13 də var. Vur 13 də var. 13 qaldı. Aha, 26 üstə gəl. Nə qədər edir? 10, 36. 36 üstü 2-də 1 də 6-nın kvadratı üstü 2-də 1 deməkdir. Müəllimlər, cavab 6 elədi. Var 6 cavabınız. Varmış. Sonra neçəyə baxıram? Kökləri hasilini tapın. Tapaq da müəllimlər. X üstündə lığı x. Müəllimlər, bunu bilsiz neyniyərəm? Hər tərəfdən lığılaya bilərəm. Nə tərəf fikirdir? Yaxşı fikirdir məncə. Topulda var idi belə bir sual. Lığı, o gəlir qüvvətdə. Lığı x. Güzeldir. T'yə müsbəti çaldıq, T'yə mənfi 1 aldıq. Düzdür müəllimlər? Onda biz də lığı x-a demişdik də. Lığı x bərabərdir 3-ə. X olur nə? 10 üstü 3, yəni 1000. Bir dəfə də lığı x-i bərabər edirik mənfi 1-ə. X bərabərdir 10 üstü mənfi 1, yəni 10-da 1. 100 ilə də 10-da 1-in hasili 10 eləyir. Varmı onun cavabı? Budur da var. 1000 idi müəllim. 1000 ilə onda biri vuranda 100 idi. Hə, 1000, hə, doğrudur. 1000-i də onda 1-ə vuranda 100. Ay, sağ ol, cücə. 0-ın 1-ini yemişəm. Sonra neçəyə baxıram? 18-ə baxıram. Mən silmə bir dənə yazam. Yaxşı, qaytarım. Qaytarım. 18-də yazmışam, 19-u yox. 17-yə, 18-ə baxaq. Deməli, deyib bərabərsizliyi həll edin. 0,7 üstü x, elə. Mənim, belə yazaq da bunu. 49-u 2-yə vursaq neçə edir? 98 vur 2, 100. 49-da 100. Onu da belə yaza bilərikmi ki? 10-da 7 üstü mənfi 2. Deməli, əsas, deməli, onda biz belə çıxır ki, x-imiz nədir? Kiçikdir. Şöyle dəyişməyəcək mənim. Deyir, ən kiçik tam həllini tap. Niyə ki? X böyükdür mənfi 2. Böyük dəyişməlidir. Dəyişməlidir. Mənfi 2-dən. Böyükdür mənfi 2-dən. Bu şərti də ödəyən ən böyük
ən kiçik tam ədəd İki. -3-dür. Yox, -3 yox, -1-də, -1. -1, 0, -1. A variantı. Yazmışdıq da mənlər elə. A. Bəli, yaz. Müəllimə, işarə x-in qabağına mənfi olanda dəyişilir axı. Yox, müəllimə, əsas Neydi? 0.7-dir axı canım gözüm. 0.7-dir. 0-1 arasında olanda dəyişmir. Müəllimə. Onluq kəsir olanda dəyişir. Hədə. 0-1 arasında. Müəllimə, bu da kosinus x, kosinus 2x. Ay, bunu necə açaq tökək müəllimlər? Vay, yoxum gəldi. 2-də 1, eləmi? Kosinus alfa plus beta. Kosinus x üstə gəl 2x neçə eləyir? 3x. 3x. Üstə gələk kosinus x sıx 2x nə verir? -x. Onsa kosinus mənfini yeyəcək də müəllimlər cüt funksiyadır. Nəysə. İndi gəlin bunun ibtidai funksiyasını tapalım. Kosinus 3x bölü 2-nin ibtidai funksiyası nə verəcək bizə? Sinus 3x düzdür müəllimlər? Bölürük 3-ə. Burada oldu 6. Üstə gələk. Bu birində də şey idi də. Kosinus x bölü 2. Müəllimlər, kosinus x nəyin törəməsi kosinus x-dir? Sinus x-in. Razılaşdınız mənlə? Bölü 2. Pi bölü 6 qoyaq. Pi bölü 6 neçə dərəcədə? 30 dərəcə. Sinus 90-da nə verir? 1. 6-da 1 buradan aldım. 30 dərəcə. Sinus 30-da 2-də 1-dir. 2-də 1-i 2-yə böləndə nə qədər edir? 2-də 1-i 2-yə böləndə 4-də 1 edir də bəlmə. 6-da 1 üstə gəl 4-də 1 var. Nə pis yoxumuz gəldi. 12. Burada oldu 3. Burada da oldu. Burada oldu 2. Burada da oldu 3. Nə qədər elədi mənlər? 12-də 5. Elə? Var mı 12-də 5 cavabı? Var yoxsa yox? Var da. Dadaş. Bu da. Almışıq. Almamışdınız? Mən işte. Hasili cəmə çevirməliydiniz də Mən mənim. bu işləməmişəm. Başqa yolunuz yox idi. Hasili cəmə. Gəlin axır vaxtlarda mayın 5-dən zaten sonra da sırf trigonometriyanın düsturlarını təkrarlayaq müəllimlər. Hesabları çətin. Çox sadə olmayanda yaddan çıxır. Nədir? Mən buna bir dənə T deyirəm, bax. Bura qədərə bir dənə T deyəcəm. Bax, buna T deyəcəm. Yazıram T. Vurulsun. Bax, burada da x kvadratı minus 3x. Eləmi? Üstə gəl 2 yazaram. Minus 10 yazaram. Elə bu verdiyim 2-ni oradan alıram da. T minus 10 bərabər 20. İndi işim düzələcək. Adətən siz çaşırsınız, bura qədərə T deyirsiniz, əziyyətə düşəcəksiniz. Sonra onu vur, çək. Bir ton işdir. T kvadratı minus 10t minus 24 bərabərdir 0-a. 6 ilə 4 örməlməlilər. T minus 4 yox. 24 nə vuranda 24-dür? 12 vur 2. Çünki 6 ilə ay 12 vur 2 mənim. O daha uyğundur. T minus 12 T plus 2. Elə məllər? Bərabərdir 0. Bir dəfə 12 alırıq, bir dəfə mənfi 2. Deyək tənliyin edin. Üstə gəlmədi. Hadi mən bir dəfə müsbət 12 dəfə. Üstə gəlmədi. Mən üstə gəlmədi. Bəli. X kvadratı minus 3x'i bir dəfə müsbət 12-yə bərabər ilə. Onsa çeşilər hasil eyni şeydir. Bir dəfə də x kvadratı minus 3x'i müsbət 2-yə bərabər ilə. Mənim ikisində də çeşilər hasili nədir? Birində aldıq. Eynisinə mən mənfi 2-yə bərabər eləməyəcəyik. Yox, niyə mənfi 2-yə? Müəllimə biz Bir dəqiqə. Mən nəyə T demişdim? X kvadrat. X kvadrat üstə gəl 3x. Bura demişdim. Bax görürsünüzmü? Deyirəm də nəysə qarışdırdım. X kvadratı minus 2x üstə gəl 2-yə mən T demişəm. Müəllimlər 12. 10 yox. X kvadratı minus 3x bir dəfə alıram minus 10 bərabərdir 0. Bir dəfə də müəllimlər x kvadratı minus 3x plus 2-yə şey deyirəm, nədir onun adı? 2 deyirəm, bu 2-lər gedir. Tənliyin kökləri hasili. Müəllimlər neçə aldıq? 10 aldıq da mənfi 10. Aydındır? Yes? Burada niyə biz bıraktık dedik ki? Necə? X kvadratı üstə gəl 2-yə T dedik. Onu necə aldıq? T çıxılsın, onu necə aldıq? Müəllim, şöydür, nə? Bax, bura T dedik elə. T.
Düzdür mənim? Mən indi burada x kvadratı minus 3x üstəgəl 2-ni yaratmaq üçün, bax, ikinci mötərizədə x kvadratı minus 3x üstəgəl 2 yazdım. O üstəgəl verdiyim 2-ni aldım da. Başa düşdünüz müəllim? O verdiyim 2-ni Bəli, oradan bəli. aldım deyə 10 yarandı. Yoxsa uzadan idi iş. Mənim biz aşağıda P üstə gələk 2 idi də, o niyə mənfi 2-yə bərabər Mənim eləmədik? sıfıra bərabər eləyəndə kökümüz bir dəfə mənfi 2 olur, bir dəfə müsbət 12-də. Müəllimə, bunun 4 Mənfi dənə 2 kökü olmalıdır. Bizdən nə soruşur? Köklərinin hasilini soruşur. Bir dəfə bu yaxşı yazıram mənfi 2, dayanın. Müəllimə, bir dəfə də mənfi 2-ni yerinə qoymalıyıq. Amma orada diskriminant sıfırdan kiçik olur da, yəni o həlli olmur. Onu deyir müəllimlər. Hə, bir dəfə 4 tənənin kökləri hasili bir dəfə 4 olacaq, bax burada. Eləmi? Bir dəfə 10 olacaq. Bəli. Bir dəfə 12, bir dəfə mənfi 2 veririk də. Hə, də hə. Amma 4 olanda köklər hasili ödəmir də müəllimlər. Elə? Mənfi qoyanda ödəmir. Hə, Amma mənfi 10-dur da cavabımız. Elə bir baxın görək nə verib. Mənfi 10 Bəli, olmalı. o diskriminant sıfırdan kiçikdir. Ay, X kvadratı minus 3x üstə gəlir 2 bərabər mənfi 2 yerinə Yox, qoyanda orada ödəmir. köklərinin hasili var axı. biri mənfi, əslində İrrasional var oldu. da müəllimlər. Biri mənfi 4-dür, biri mənfi biri müsbət 4-dür, biri mənfi. O cavab 40-dır. Bu kitabın cavab kartı kimdə var? Cavab mənfi 40-dır müəllimlər. Niyə özümüzü öldürürük ki? Mən də mənfi 40 yazmışam. biri İrrasional dörddür. olduqda kökləri var. Bizdən kökləri hasilini istəyirik. Bizdən şey istəmir ki. Köklər zəmi istəmir ki, özümü niyə öldürürəm ki? Ay. Mən də şəkildə verilənlərə görə Bu Bu düşməmiş. düşməmiş də bu şəkildə mən. yox idi. Şey, bura qədər vermişəm. 23 Bu tərəfdə 23. var. 3 Hə, sağ tərəf elə. Mən də bunu da yazaq ki, mən yuxu basır hesaba tezimlər. Allah haqqı. Baxıram ki, o türklərin sözü var, direncim kayboldu. Allah haqqı. Allah köməyiniz olsun, mən işləyirsiniz bizimlə bu saata qədər. Sağ olun, mənim var olun. Yani 23'ten 24 kaptı aslında. Bura A, burada A. Düzdür, bərabər yanlıdır axı. Bura A-dırsa, şəkildəki trapesiyasında AK və BK təm bölənlərdir. İndi gözlə mənimə. Təm bölən DC bərabərsə, amma bərabər yanlı trapesiya olduğunu bilmirəm axı. Bura B-dir, burada B-dir. Başa düşdünüz mənimə? İndi deyir DC 8-dir, AB 12-dir. AB 12-dirsə lap yaxşı. Trapesiyanın perimetri. Mənimə trapesiyanın perimetri 2A, üstəgəl 2B, üstəgəl 12 deyirmi? Siz də AB-nin 12 olduğunu bilirsiniz. Yəni A plus B-nin 12 olduğunu bilirsiniz. 2 vurulsun A plus B plus 12. Deməli 2 vuraq. 12 üstəgəl 12. 36 aldım ay müəllimlər. Bilmirəm yuxulu gözə. 2 vuraq 8, 8 12 mənim. Ana o 8 sanadan çıxdı da yəni. 8 necə oldu? Hə, DC 8-dir Səkkiz. də. Hə, DC 8-dir. Ay yaşa. Deməli müəllimlər bir dəqiqə 2 vuraq 8 üstəgəl 12 28 hə. Mənim piyan vaxtıma düşdü bir variant. 24-ə baxıram. Bərabər yanlı ilə işlədim. Elə bu ilə çıxırdı da. 24'e de O bakalım. 24-ə də baxın. Düz bucaqlı ABC üçbucağının nəsə B90-dır. 30 dərəcəli bucaq qarşısındakı katet betonuzun yarısıdır. B düz bucaq təpəsindən BK medianı çəkilmişdir. BSK-nın sahəsini tap. BSK haradır? BSK. Hə, nəysə taparam, problem deyil. Mən median bilirsiniz də sahələri yarı bölür. Bura 4-dür, bura 8-dirsə, bura 4 kökatda 3-dür elə vətəndaşlar. Düzbucaqlı üçbucağın sahəsi 4 vurulsun 4 kökatda 3 böl 2-dir. Yəni cavab olur 8 kökatda 3. Bu da median da yarı böldüyünə görə bunun 4 kökatda 3-ü bura düşür, 4 kökatda 3-ü də o tərəfə düşür. Cavab B variantı. Yazmışdınız müəllimlər? Yəni bizə nə soruşurdu? Bucağı soruşurmuş. Hə, mən 8 kökatda soruşurdum. BSK sahəsi. Vay, üzülürsən. Median onları yarı böldü də mənlər. Gördünüz? Ümumiyyətlə median sahəni yarı böldü. Bir də yadınızda saxlayın bax, tərəflər hansı nisbətdə bölünürsə, söhbət mediandan getmir ha, başqa xəttlərdən gedir. Məsələn 2 3 deyə. Bura olacaq 2S, bura olacaq 3S. Yaxşı məmnun. Amma bu xeyli işlədik hə mənlər. Sabah Allah qoysa yenə işləyərik. Amma xeyli işlədik elə mənim. Saat 10-dan dərsdəyik. Ondan da yox, 9-dan. Nə qədər eləyir? 4 saatdır da o dərsdəyik. Yox.
Sabahlar qoşa yenə işləyəcəyik. Sabahlar həndəsəyə duran müəllimlər yetidə dursunlar. Ay müəllimə qrupa yazarsın onlar həndəsə qrupuna. Getdim mən. Sağ olun. Ay, sağlıqla qalmaq istəyirsiniz. Demək istəyirəm müəllimlər ağzım açılır baxmam. Sabah dersimiz var bizim daha. Sabah necə gündür? Sabahları Gecəniz xeyir olsun. Sağ xeyrə olun. qarşı. Vətəndaşlar sabahları Sağ olun. Gecəniz xeyrə qalsın. saat Ha, yox. 9-un yarısı kurikulum var. Hə, inşallah çalışacağam ki, əlavə edeyim axşam sizə saat 10-da zətdə. Yaxşı? Etibarınız